Salam değerli izləyiciləri. Bugün sizinlə kərə yağını, hansı əsl kərə yağıdır, onu baxacağıq. Bəlkə də sizə elə gəlir ki, əsl kərə yağı budur. Bunu mən almışam kərə yağı adına, ancaq bunu isə evdə özüm etmişəm. Qaymağın özünü yığıram və blenderdə çalıram. Daha sonra bu formaya düşür, yağ formasına. Həmişə mən bu üsuldan istifadə edirəm. Hər ikisinin soyuducudan eyni anda çıxartmışam. Gəlin yumuşaqlığına baxaq. Gördüyünüz kimi bu bir krem yumuşaqlığındadır. Baxın, soyuducudan eyni anda çıxıb. Ancaq bunun gördünüz, yəni bərkliyi, nə qədər bərk olduğu bilinir. Bu formada dağılır. Ancaq təmiz kərə yağı bu cürə yumuşaq krem kimi olur. Eyni forma, eyni vaxtda soyuducudan çıxmağından asılı olmayaraq həmən anında bilinir. Bunun tərkibində qatqı olduğu üçün əzilən hissələr təbii kərə yağı, əzilməyən belə qalan hissələr isə kərə yağı deyil, yəni qatqısı olan yağdır. Əlimizə götürdükdə, baxın, təbii kərə yağı tamamilə əl istiliyində əriyib gedir. Ancaq buna baxaraq görürsüz, tamamilə ərimədi. Əlimizin altında hiss elədiyimiz bərkliklər var. O isə kərə yağı olmadığını sübutudur. Baxın, süd kimi oldu. Baxaraq görürsüz, yağ əlimdə qaldığı görsənir. Bu isə tamamilə əriyib, baxın, süd halına düşdü. Və bugün sizə bunun çörəyə yaxılma texnikasını göstərəcəm. Gəlin bu əzdiyimiz hissəni çörəyə yaxaq. Necə qalır? Adi sana yağlar olur. Onları çörəyə yaxanda baxın bu effekt olacaq. Ancaq gəlin burada bir krem kimi qırılmadan yayıldığını, yəni bunu mən kərə yağı adını almışam. Evdə etdim, gördüm ki, həqiqətən qat-qat fərq var. Və qoxularında fərqi yoxdur. Əgər çiyə yağı deyirlər, südün qaymağından hazırlanırsa, o zaman südün qoxusu gəlir. Qatıqdan hazırlanırsa, qatığın qoxusu gəlir. Bişmiş süddən hazırlanırsa, bişmiş südün qoxusu gəlir. Ancaq bunda isə biraz spesifik qoxu var. Necə deyim, mənə o biraz qəribə bir maz dadı kimi bir dad verir. Yeməyin ağzının örtülü bir hər iki yağdan qatsaq da yenə də qəribə bir dad olur və əsl kərə yağını yeyərkən ağızda yağ dadı qalmır. Ancaq bunu yeyərkən qoxusu olur, özünün spesifik qoxusu kərə yağının. Ancaq bu yağı yeyərkən ağzımızda, damaq hissəmizdə yağlılıq qalır. Bunları bu cür edə bilərsiniz. Eyni zamanda rəngi də. Rəngi ağdır bunun. Qeyd edeyim ki, sap-sarı qaymaqdan hazırlamışam. Bunun isə rənginin, sarılığını görürsünüz. Heç vaxt kərə yağı sarı olmur. Bu cürə kərə yağı qaynayarkən mütləq şəkildə bu cürə közləri olmalıdır. Əgər kərə yağı qaynayarkən köpüyü olmursa, mütləq şəkildə bu kərə yağı deyil. Əsl kərə yağının köpüyü olur. Ümid edirəm ki, videom sizlər üçün yararlı oldu. İzlədiyiniz üçün təşəkkür edirəm. Bəyənib dəstək olmağı unutmayın. Hələlik.